Rəhim, Bəndə Müslim Yusefi, Karşınaş Hüquqi və Vəkili Dadgöstəri. Qabaq seyir əzizlərə در مورد گواهی نصاب عرض edərdik. İdamədə mövzu ki mühimmidir. Bəd az təşkil pərvəndə در مورد خود گواهی نصاب rəsəddir. Əzizlər müstəhzərsiniz. Qanunda 50 milyon tümənəcək əgər ərziş darayı bir fərd oldu, bir nəfər fot eləyən. Orada ta 50 milyonacaq gəvahi məhduddur, niyaz bir agəhi yoxudur və səri də dadqahda sadir olur. Və balatər az 50 milyon tuman ərziş maliki tərəfdən qalıbdır olanda bu gedir agəhiyə və təşrifatı nəzdiki ay yarım, 2 ay zaman aparır ta sadir olar. Dadqahda əgər pərvəndöz var və tərəfi dəvozdan bir nəfərdən bir mülki alıbsınız, traktor alıbsınız, bir maşın alıbsınız, istəyirsiniz dadxas verəsiniz bu intiqali rəsmi ola, xahişim budur ərziş o mala diqqətiniz olsun. Əgər traktordur, əgər maşındır, eşitə qiyməti bazarısı var, hətmən naməhdud çıxardın. Hətmən dərxastdır, gəvahi insaf vərəsəti naməhdud. Vəli əgər mülkidir, kətdə, çünki bu mülk bər əsası maliyyatın qiymətidir və məmulən də maliyyatın ərzişi qiyməti aşağı olur. Hala o ki orfan bizim məntəqəmizdə var, der həddi 4 hektar, 5 hektar, 1 səhm, 2 səhm mülk olanda, məhdud da olanda kifayət edir. Yəni onun ərzişi, muamilatısı əz nəzəri darayı 50 milyona yetirmir. Bəli bir mülki hektarı, miqdarı, metrajı yuxarı oldu, hətmən xahişim budur. Zamanı çox mətrəh eləməyək, hətmən müraciə edin, babəti bu ki ittilatınız o moriddə naqis olar və sonra bahis olar ki, bir gəvahi çıxardasınız ki, işinizi vəsətdə müşkülə salar, hətmən bu moriddə bir müşaviri alın, karşınasan hüquqidə və vəkəlayı dadgöstəridə.